Bildiyiniz ki, dövlətin güzəştli 4% və adi 8% ipotek kreditlərinə hər kəs düşə bilmir. Buna görə də bəzi şəxslər fərdi olaraq banklara müraciət edərək ipotek kreditləri alırlar. Mən bugünkü videomda sizə dövlətin adi və güzəştli ipotek kreditinə düşməyən insanlar üçün bankların fərdi ipotek krediti faizlərini bölüşəcəm. Yəni bu faizlər dövlətin təbii ki, ipotek krediti faizlərindən yüksək olur. İlk bank Xalqbankdır. Xalqbankda ipotek kreditlərin faizləri 11-15%-dir. İkinci bank ABB-dir. ABB-də seçim şansı daha çoxdur və faizlər başlayır 12%-dən. Üçüncü yerdə isə Ziraat Bankdır. 12-16% aralığında ipotek kreditləri verir. Lakin bu hər üç bankda ilk ödəniş faizləri, komissiya və müddət fərqlidir. Bunun üçün yaxşı olar ki, hər bir bankın öz saytına daxil olaraq bütün detalları öyrənə bilərsiniz. Həmçinin partnyor şirkətlərə baxa bilərsiniz ki, misal üçün mən hansı banka müraciət eləsəm, hansı yaşayış kompleksləri üçün daxili ipotek krediti götürə bilərəm. Faizlər təbii ki, yüksəkdir, aşağı deyil. Evin qiymətinə də baxsaq çox yuxarı bir qiymət olur, amma yenə də kim üçünsə əlçatan ola bilər, kim üçünsə əlçatan olmaz. Kimlər üçünsə əlçatan deyilsə, yenə də gözləsinlər dövlətin adi və güzəştli ipotek krediti ayrılmasın. O zaman siz yenidən həmin proqrama müraciət edərsiniz. Video faydalı oldusa, dostlarınıza göndərin ki, onlar da faydalansınlar. Yenə də hər hansı əlavə suallarınız varsa buyurun, növbəli şəkildə hər birini cavablamağa çalışacağam.